Ramiz Ənvəroğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib. Today Press TV APA istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23-10-2019-cu il tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdir. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193 cinayət yolu ilə əldə edilmiş əmlaki legallaşdırma maddələri ilə ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. Namiq Abbasov, Today Press TV.